Salam dostlar, hər vaxtınız xeyir olsun, hər birinizi xoş gördük. Bugün sizlərlə toplantılar haqqında danışmaq istəyirəm. Azərbaycanda hansı toplantılar var? Bunların əlbəttə ki, bir qismi. Hansılarla necə əlaqə saxlaya bilərsiniz? Toplantılarla əməkdaşlıq edərkən nələrə diqqət etməlisiniz? Özünüzü toplantılara necə tanıtmalısınız? Bunlar haqqında danışacağıq və slaydımıza nəzərdən keçirəcəyik. Elə isə gəlin vaxt uzatmadan kompüterimizin ekranına keçək və slayddan tanış olaq. Deməli dostlar, toplantılarla işləyərkən diqqət etməli olduğumuz əsas 4 başlığı sizin üçün hazırlamışam və seçmişəm. Burada istəyir yeni elektron ticarətə başlayan şəxslər üçün istəyirsiniz stoklu satış edin. Yəni ki, stok bir 100 dənə, 10 dənə, 15 dənə bir məhsuldan alıb özünüzdə saxlayıb oradan satış etməyə çalışın və yaxud da ki, stoksuz satış etməyə çalışın. Bu qaydalara riayət etmək lazımdır. Birinci növbədə siz toplantılarla əlaqə qurmalısınız. Toplantılar bəzən sizi real toplantısı kimi, yəni müştəri kimi görməyə bilər. Siz onlara özünüzü inandırma bacarığınızdan, özünüzü o qaydada satmalısınız ki, sanki bir şirkət rəhbəriymiş kimi, sanki bir dövriyyəniz artıq imiş kimi özünüzü təqdim etməlisiniz. Burada məsələ yalan danışmaqdan getmir. Sadəcə siz onların qabağına şərt qoya bilərsiniz ki, bəli, bu gün mən yeni başlayıram, amma hər kəs bir gün yeni başlayıb da hər kəs də birdən-birə işini böyütməyib. Amma mənim bu üstünlüklərim var, misal üçün. Mən elektron ticarətlə məşğul olacağam, ya mən hansısa tutaq ki, xəstəxanada işləyirəm, orada mənim ətrafımda müştəri bazam var, mən onlara məhsul satacağam və s. Siz inandırmalısınız ki, toplantısı sizlə işləməyə razı olsun. Ümumiyyətlə belə düşün, toplantısı nə istəyir? İstəyir ki, malı satılsın. Lakin o da istəyir ki, onunla işləyən müştərilər həm onun malının etibarını zəiflətməsin. Yəni aparıb qiymət üstünə 1 manat, 2 manat qoyub da satmasın, bazar qiymətinə uyğunlaşmağı bacarsın. Onunla daimi işləyəcək müştəri olsun ki, çünki boş-boşuna price list istəyib, hər dəfə ona price qiymətlər siyah satıb o sifariş verməməyi olmasın. Yəni nə istədiyini bilən adamla işləmək istəyir toplantısı. Ola bilər sənin pulun olmasın. Ola bilər sən toplantısına hətta razı sala bilərsən ki, ilkin malı sənə pulsuz belə versin. Fəqət burada sizin şəxsi bacarıqlarınız, belə deyək, ünsiyyət qabiliyyətiniz, inandırma qabiliyyətiniz xüsusi rol oynayır. Özünüzü peşəkar şəkildə təqdim etməyə başlayın. İlk mesajda elə yazıb da salam, mən sizin qiymətlərlə tanış olmaq istəyirəm və s. deyil də bir özünüzü təqdim edin, kim olduğunuzu deyin, niyə onlara yazdığınızı deyin, maraqlanan hansı məhsulları var və s. məhsullar hansı keyfiyyətdədir. Bunları maraqlandıqdan sonra qiymətlərindən tanış olmağa çalışın. Və qiymətlərdən danışmışkən bunu da nəzərə çatdırın. Siz də toplantı seçərkən riayət etməli olduğunuz bir məsələ var ki, siz adətən elektron ticarətlə məşğul olacağınız üçün sizdə lazımdır ki, daimi hansı məhsulun stokda olub olmadığını görə biləsiniz və məhsulun hətta bir məhsul düşünün, bir tutaq ki, qulaqlıq. Adi bir qulaqlıqdır, müxtəlif rəngləri var. Riayət edin ki, price listdə onlar, toplantılar sizə onu verə bilsin. Hər rəngin ayrı-ayrı kodunla, stok miqdarı və s. Bunlar sizə verə bilsin ki, siz hər zaman müştərinin yanında yalançı çıxmayasınız. Hər zaman siz stoku izləyə biləsiniz ki, bu məhsul var bu gün satışda və yaxud da bu məhsulu satışdan çıxarıram. Adətən böyük məişət toplantıları, firmalar növbəti səhifələrdə tanış olacaq. Onlar hər biri bunu edirlər. Məhsul, məhsulun rənginə uyğun kodu və s. hər gün və yaxud da elə toplantısı var stokda həftədə bir dəfə və yaxud da xüsusi bir yeniləmə olduqda, qiymət dəyişikliyi olduqda stokları daima özləri yeniləyirlər ki, müştərilərlə öz əlaqələrini itirməsinlər. Onlar da öz toplantısı müştərilərini itirmək istəmir. Birinci əlaqə qurma mərhələsi haqqında bu qədər. İkinci mərhələdə əməkdaşlıq şərtləri mərhələsidir və siz burada maraqlanmalısınız onların qiymətlərini, hansı endirimləri var, minimum sifariş varmı? Bəzi toplantılarla qarşılaşırsan ki, deyir, əgər bizim səni topdan müştəri olaraq görməyimiz üçün sən müəyyən qədər bir alış etməlisən. Misal üçün, mobil aksesuar toplantıları adətən bir 200 manata yaxın istəyir, bəziləri istəmir. Yəni dediyim kimi, siz bu qiyməti danışıb da və yaxud da bir əlaqəniz var, o əlaqədən istifadə edərək də bu barajı belə deyək aşa bilərsiniz. Və çalışın burada siz bacardığınız qədər, əgər əlinizdə kifayət qədər büdcə yoxdursa, stoksuz satış etmək istəyəcəksinizsə, bacardığınız qədər
minimuma salın ilkin sifariş miqdarını. Növbəti mərhələdə, burada da bunu qeyd edim ki, bəzən bu məbləğlər məişət texnikaları satan toplantılarda bu daha çox korporativləşmiş, daha böyük şirkətlərdə olur ki, hətta sizdən manatla deyil, dollarla alış-veriş edirlər. Dolların həmən günkü valyutasına uyğun, çünki onlar malı dollarla idxal edirlər və 5000 dollara kimi də hətta bəzi böyük toplantılar deyə bilər ki, mənlə işləmək üçün bir 5000 dollarlıq mal çəkməlisən. Amma yenə dediyim kimi əlaqələrdən istifadə edib bunu da keçmək olar. 3. Toplantılarla işləyərkən etibar və ədalətli davranış qaydalarına riayət etməlisiniz. Yəni ki, toplantıcının brendinin bir strategiyası var ki, mənim brendimin məhsulları tutaq ki, mobil aksesuarlar səhifəsində bir yerdə olmasın. Sən saytında yerləşdirəcəksənsə, mənim məhsullarımı ayrı bir kateqoriyada sırf ayrı yerləşdir. Tutaq misal üçün deyirəm. Və yaxud da fiziki mağazadırsa, mağazanın girişində olsun. Mən sənə vitrin verirəm misal üçün. Buna riayət edin. Danışdığınız qayda nədirsə, danışdığınız qaydaya mütləq şəkildə riayət edin. Və toplantıdan price list aldığınız qiymət siyahısını qəti surətdə heç kəslə paylaşmayın. Digər rəqiblərlə və s. paylaşmayın. 4-cü mərhələdə isə uzun müddətdə əməkdaşlıq edəcəyinizi bildirin və ona doğru özünüzü hazırlayın və vaxt keçdikcə etibar qazanırsınız. Sizə hətta onlar belə deyək, ticari kredit deyirlər. Yəni özləri sizə 1 ay, 2 ay möhlətə məhsulları heç bir faizsiz, komissiyasız təqdim edə bilirlər ki, yəni sizə borc verə bilirlər, belə deyək, məhsulları borca verə bilirlər. Bunu ala biləsiniz. Yəni siz bir bizneslə məşğulsunuzsa, bir biznes istəyir, bu fərdi sahibkarın biznesi olsun, bir mağaza olsun ya korporativ, orada o rəhbərin etibarlığı, biznes aləmində belə deyək, tanınırlığı, ətrafında tanınırlığı, hansı formada tanınmağı əhəmiyyətli məsələdir ki, bu adama borc verə bilərik və ya yox. İndi isə keçək qısaca biz toplantılarla tanış olmağa çalışaq. Yəni ilk olaraq hər kəsin başlaya biləcəyi, tələbələrin və s. 20 manat, 30 manat bununla başlayacağı bir biznes kateqoriyasından danışaq. Mobil aksesuarlar sata bilərsiniz. Hal-hazırda Temu və s. daxil olmağınla biraz bazarda, Azərbaycan daxilindəki bazarda zəifləmə gedir. Bu sözsüz və qaçınılmazdır. Lakin hər zamanda onu gözləməyə çalışan, gözləmək istəməyən, o vaxtı 1 həftə, 10 gün vaxtı gözləmək istəməyən müştərilər var və siz başlaya bilərsiniz həmən məhsullarınızı satmağa. Mobil aksesuarlar biznesinə hələ də girmək olar və mobil aksesuarlar sahəsində əsas toplantılar Giperax var, hansı ki bazarda Superfon olaraq da tanınır və topdan tərəfi Giperaxdır. Müxtəlif metrolara yaxın yerdə bunların topdan mağazaları yerləşir və bu hissədə göstərdiyim mağazaların çoxu hamısının 28 mayda da 28 may metro stansiyasının yaxınlığında, Azadlıq prospektinin yaxınlığında mağazaları var. Oradan yaxınlaşıb məhsulları ala bilərsiniz. Giperaxda əsasən Eurox'un məhsulları var, Joyrun brendinin məhsulları var və istənilən növ həm kiçik məişət texnikası var, həm də ki mobil aksesuarlar var. Oradan əldə edə bilərsiniz. Mən şəxsən özüm əməkdaşlıq eləmişəm, əməkdaşlıqlarından razıyam və hətta dediyim kimi bir müddətdən sonra siz etibar qazanandan sonra və özünüzü doğruldandan sonra artıq sizə belə deyək, borc şəklində də 1 ay, 2 ay şəklində də borca məhsul verə bilirlər. Növbəti Mobihome-dur. Mobihome da yenə yerləşir 28 may ətrafında və müxtəlif yerlərdə mağazaları var. Duax yenə eyni kateqoriyalı məhsullar satırlar. Sadəcə olaraq burada fərqli marka adları altında fərqli keyfiyyətlə satırlar və Central var. Central o qədər hal-hazırda tanınmasa da, yəni deyək, ümumi sayt olmaması və ya bir neçə yerdə olmaması, amma yenə 28 may ətrafında elə Giperaxla eyni yerdə yaxınlıqda var və siz oradan məhsulları əldə edə bilirsiniz. Baseus var, o bir daha üst pillə yuxarı keyfiyyətli məhsulların satışından məşğuldur. Eyni zamanda siz 28 may metrosundan çıxıb da Üzümol istiqamətə gedib və sola dönüb hərəkət etdikdə orada siz ara toplantıları da görə bilərsiniz. Sanız ki, bir yerdə mağazası var, amma adam idxalçıdır. Dubaydan və s. məhsullar gətirir və
orada məhsullarını satırlar. Həmən istiqamətdə gedib maraqlansaz, gəzsəz tam ətraflı məlumat almış olacaqsınız. Digər tərəfdə biz mobil telefon satmaq istəyə bilərik və mən ilkin elektron ticarətə başlayanlara şəxsən bunu məsləhət görmürəm. Çünki indiki vəziyyətdə həm sizin qoyduğunuz, misal üçün maya qoyursunuz 200 manat, onun üzərinə siz 20 manatdan artıq qoya bilmirsiniz və nağd satış və kreditli satış məsələsi var. Burada çox adam onu bacarmır. Amma ümumi olaraq mən bildirmək istəyərdim, hardan mobil telefon topdan əldə edə bilərsiniz. İrşad Electronics'dən əldə edə bilərsiniz. Samsung telefonlarıdır və əsas da Honor. Siz əgər İrşad Electronics'də danışıq aparıb razılaşa bilsəz, Honor telefonları kifayət qədər pərakəndə qiyməti ilə topdan qiymət arasında fərq var. Nağd satışda yüksək kar qazana bilərsiniz. Nəinki digər telefon markalarından. Eyni zamanda Minin mağazası var. 28 mayda yenə Dəmiryol vağzalında yerləşir. Yaxınlaşıb oradan da əlaqə saxlaya bilərsiniz. Eyni zamanda yenə 28 mayda da yerləşən Bay Telekom ümumiyyətlə toptancıların belə deyək, mobil telefon, mobil aksesuarlar daha çox 28 may ətrafındadır. Siz yaxınlaşıb maraqlana bilərsiniz. Ən adından adlarını çəkdiklərimin ünvanını internetdə axtara bilərsiniz və s. Və eyni zamanda yenə ara toptancılar var, hansı ki İrşaddan alırlar telefonları və İrşadın price list qiymətinə, topdan qiymətlərinə satırlar. Onlar belə deyək, topdan olaraq faizə işləyirlər və faizlərini götürürlər. Yenə eyni qiymətə ala bilərsiniz. Bundan başqa dediyim kimi 28 mayda kifayət qədər həm mobil telefon toplantısı var, həm müxtəlif markalı mobil aksesuarların toplantısı var. Yəni birinci əl ölkəyə idxal eləyir və satışını həyata keçirir. Növbəti mərhələdə məişət əşyaları. Məişət əşyaları adətən bizdə hər kəs gedir alır Sədərəkdən və s. topdan deyə oranı tanıyırlar. Hal-hazırda Abşeron Ticarət Mərkəzi və bu kateqoriyalı məhsulların toplantıları adətən Sədərək, hal-hazırda indi isə Abşeron Ticarət Mərkəzində fəaliyyətlərini həyata keçirməyə çalışırlar və depoları da ora yaxın olur. Bəzilərinin deposu Qaladadır, bəzisinin deposu Dərnəgildə. Bu kimi depoları var. Bako Electronics bəlkə də ağlınıza gələ biləcək bir çox markanın Midea olsun, Beko olsun, Vestel olsun, bu kimi böyük markaların toplantısıdır. Onların amma çalışma şərti yüksəkdir. Optimal var. Optimal da yenə məişət əşyalarının satışını həyata keçirir. Eurolux razılaşmaq asandır. Yəni adamlar gənclərə də yön verirlər. Yüksək bir şərtləri yoxdur. DSP var, kiçik məişət texnikalarının satışı Sədərəkdə yerləşir. Sökani eyni qayda, Sonifer, Korkmaz, bunlar da kiçik məişət əşyalarının satışından məşğuldurlar və Sədərəkdə eyni zamanda Abşeron Ticarət Mərkəzində yerləşirlər. Bunların siz internetdə səhifələrindən, saytlarını axtarış edərək məhsullarla tanış ola bilərsiniz. Kiçik büdcə ilə başlamaq istəyirsə, kiçik məişət texnikalarda satışını həyata keçirmək olar. Shivaki var, bu da belə deyək, kiçik və böyük məişət texnikalarının satışından məşğuldur. Guix, hansı ki bizdə adətən gördüyünüz dəftərxana olan Oyal brendinin, Offsite mağazalar şəbəkəsinin belə deyək, digər bir brendidir məişət əşyaları üzrə. Onlarla da əlaqə saxlayıb. Bunların hamısının internetə çıxışı var və internetlə axtarıb da əlaqə saxlamaq olar. Kumtel Abşeronda yerləşir və Lanova Türkiyədə məhsullar istehsal etdirib Azərbaycanda satırlar. Bunlar hal-hazırda mənim sizə bildirmək istədiyim, yəni mənim təcrübədə qarşılaşdığım olan toplantılardır. Və dediyim kimi nəzərə alın ki, qaydalar olsa belə bəzən o qaydaları aşmaq olur. Sizin öz şəxsi keyfiyyətləriniz və öz ətrafınız, əlaqələrinizlə siz əlaqələrinizi gəlişdirib də hansısa bir limiti aşa bilərsiniz. Və növbəti mərhələdə sizə YouTube-da olan bir kanalı tanıtmaq istəyirəm. Azərbaycan Toptancıları adındadır. Tamamilə heç bir əlaqəmiz yoxdur. Sadəcə toptancılara aid video çəkiriksə, insan əziyyət çəkir və daha çox toptancını tanıtmağa çalışır. Siz bu kanaldan da yararlana bilərsiniz. Abunə ola bilərsiniz bu kanala, bu kanalı izləyə bilərsiniz. Daima toptancılar çəkir, müəyyən güzəştlər əldə edir. Məhsul hansı mağaza harda yerləşir, hansı məhsullar var, tam ətraflı YouTube-da görsənir. Hələlik bu qədər dostlar. Diqqətiniz üçün təşəkkürlər, minnətdarım.